Salam əziz futbol azərkeşləri. Hamınızı Qarabağın Çempionlar Liqasındakı ilk oyununda xoş gördük. Heyətimiz solda Elvin Cəfərquli. Ne oldu ha buna? Hayda donda. Hücuma keçirik, hücuma Ne oldu lan? keçirik. Sağ cinahdan çox gəzir. Hakim vara baxır. Varın Ne oldu lan? nəticəsini indi əldə edir. Təəssüf ki, çox təəssüf ki. Ne oldu lan? 4-0 uduzuruq. Eybi yox. Heç Ne ucuz? Yine dondu. Möhtəşəm geri dönüş. 5-4. Qarabağ qələbə qazandı. Ne bunu? Bu nedir? Oğlum. Bu da futbol. Bu interneti düzelttirin. Dola dola futbola baxırıq. Nə qışqırırsan Rafiq? Qonşular köşkü səsində. Biraz yavaş danış da. Ne olub Arvad səni qonşuya tapşırıb gedib. Qorxursan səsimiz gəlir, qonşu gedər arvadına deyər, Yox, nə qonşu, qorxmuram. Özüm mədəniyyət xəttinə deyirəm də, yəni narahatçılıq olmasın ona görə. Yaxşı bu tipsiz zadı yeyən kimi qabın nəyin xətrini apardın tez yudun. Nəyin xəttin olacaq? Mən prosto təmizliyi xoşlayıram. Hə, halal olsun. Təmizliyi xoşlayam. Bəs bizi niyə bloka gizlin soxdun? Elə bir saatlıq ev tutmuşuq. Siz bax hoca, nə gəldi danışırsınız ha. Siz bu oğlanı tanımırsınız. Mən bir dəfə arvada dedim ki, iş yoldaşlarımla domino oynamağa gedəcəm. O da dedi getməyəsən. Yaxşı. Mən də dedim yaxşı. Nə dedin? Dedim yaxşı. Razılaşmısan da, böyle bir nəsə eləyib. Zato öz qərarımı özüm verdim. Ay arvad gəldi. Ne oldu? Bu tıkkıltısından belə qorxusa gör, arvadın görsən eləyər. Dostumuz. Mən idim, fikrət idim. Fikrət idim. Yalandan döydüm qapını. Bilirdim də siz də onsuz da. Oynayırdım. Nətər oynadım? Sən oynamadın, sən rolu yaşadın. Mən arvadın döyüşünü tanıyıram. Həmişə Zvanoko bası. Onsuz da o bugün... Bax bu mənim arvadımın döyüşüdür. Doğrudan, Zvanoko basışıdır. doğrudan. Bir dəqiqə. Siz niyə mənim arvadımdan qorxursunuz? Səy, sənin arvadından qorxmuram, öz arvadımdan qorxuram. Evdə demişəm izlastayam. Sən arvadın gəlib görsən ki, mən burada futbola baxıram, məni öldürəcək. Mən də yalandan demişəm ki, uşaqlarla rayondayam, rayona getmişik. Bir dəqiqə, sən evdə rayona gedirəm deyə bilirsən. Nədir ki? Buyur. Sən xəstəsən? Rayona gedə bilirdiksə, deyərdik ki, rayona futbola baxacaq, gedərdik rayona da. Yox, rayona getməyə qoyur, futbola baxmağa qoymur. Bu nə tər arvaddır? Çox interesin, çox. Yox, bizdə rayon desəm öldürərik. Tutulduq. Aynen tutuldu. Paltarını giyin. Paltardayıq. Gidelim. Giriş kafa. Şkafa gir, şkafa. Şkafa girəm mənəm. Anekdot oxumursan sən. Onda bir yer tapın, tez bir yer tapın. Geldim. Buyur həyatım, xoş gəldin. Ruslan bayaqdan səni gözləmirəm qapıda. Niyə açmırsan qapını? Mən səni gözləmirdim də prosta. Nə yaxşı gec gəldin, nə pis oldu tez gəldin. Nə oldu yaxşı? Yenə ağzıva gələn danışırsan. Heç nə də işim tez bitdi gəldim. Sən nə inirdin? Heç də futbola baxırdıq. Dım, tək, dım tək. Dım tək tək, dım tək 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 tək. Solo konsertin bitdisə? Bitti. Bitdi? Onda mənə cavab ver. Bu evin günü nədir? Orada da bakallar zat. Nə məsələdir?
Həyatım, sən gedəndən sonra həsrətinə dözə bilmədim. İçkiyə qurşanmışam. Elə bir mən 2 saat da yoxam evdə. Elə bir 6 aydır getmişəm, gəlmirəm. Hə, o çox geniş bir vaxt kimi gəldi mənə. Sən necə belə tez gəldin? Nə bilim, mama bankalar tez bağladı, mənə də ehtiyac olmadı, mən də gəldim evə. Qaynanama bax, hə. Ayrı vaxtı soruşanda necəsən deyir ölürəm. İndi qışlıq kompotların hamısını bir saata bağladı. Neysə, gələndən ayaq üstəyim, biraz oturub. Oturma! Niyə? Neyini səni oturub? Yol yorğunusan, get yat. Hədə, o biri binadan gəlmişəm, yol yorğunu nədir? O səs nə idi? Nə səs idi ki o? Nəsə səs gəldi. Mən idim. Nə oldu, sən niyə qışqırırsan? Özümə də baxmamışam, sən gedəndən sonra hər yerim ağrıyırsan. Ağrı içindəyəm. Divan gününə bax, divan tozuna bax, buran vidinə bax. Gözdə gəlirəm, gözdə. Bırak ben dedim de Sənə qardaşım, möhkəm ol. Ben dedim de bunu ala gelmemiş kaçım dedim. Getmə, çıxsan görəcək. Bizim bir dənə variantımız var, bilirsən nədir? Ne? Dözmək! Ne bırakın ben varyantım takı. Gəlir, gizlən, gəl. Deyirəm, şək bir tozunu alın buraların. Deyirsən, özünü çox yorma. Qəşəng, Oy. qəşəng alın buranın bir tozunu. Ürəyimə sinmir, ürəyimə sinmir. Nəysə, qolum ağrıdı. Ala biraz sən vur. Ala. Hə, yox, deyirsən, usta canı çıxdı da, bəsdir. Nəyi? Tozu çıxdı, bəsdir. Tozu qalxdı, lazımdır. Yo, ona mən qərar verirəm. Ala. Ürəklə, qəşəng, başına. Vurum deyirsən. Vur. Bağışla mən ay divan. Bağışla mən əziz divan. Bağışla məni. Sən niyə əziz deyirsən divanı? Mənim günlərim olub bu divanla. Az bir yerdə yatmamışıq, az bir yerdə yeyib içməmişik. Ürəyim ağrıyır da. Ürəyin ağrıyır. Ürəyin ağrıyır. Bu telefon səs hardan gəlir? Telefon səsi gəlmir, sənin qulağı belə gəlir. Sizə qoy. Buradan gəlir. Oradan gəlmir, məndən gəlir. Mənə zəng gəlir. Aç. Götürüm də deyirsən. Götür. Əgər telefonu səsə qoysaydım, götürmək məcburiyyətdə qalmazdım. İndi götürürəm. Götürdüm. Alo. İçlastayım. Biraz geç çıkacağım ha. Yaxşı öpürəm. Sən niyə asta danışırdın ki, Ruslan? Həzm, yorğunsan da səni narahat eləmək istəmədim. Yox, elə bir telefon səsi nəsə başqa yerdən gəlirdi. Hardan gələ bilər ki? Heç yerdən gəlmirdi. Tapdım, Nəyi tapdın? bildim. Bildin? Bildim Ruslan, Bildin də. bildim. İzah eləyə bilərəm. Can, sənin telefon xarab olub mənə demirsən, hə? Mənim telefonum xarab olub. İstəmirdim də biləsən, həm də ailəmizə rasxod olmasın deyə demək istəmirdim. Əziz tamaşaçılar, Qarabağımız Çempionlar Liqasının finalına yüksəldi. Finala yükseldi. Finala getmişik. Son penalti zərbəsi. Zobir, gol! Ay Ruslan, evimiz başımıza yıxılır. Ay Ruslan, zəlzələ olur. Vallahi evimizi bilmirəm, bu gedişlə mənim ailəm dağılacaq yüz var. Başım fırlandadır. Bu qaranlıqda burada. Bütün təzyiqim deyəsən düşdü, gözdə işıq yanır. Yox, yandırma, niyə işıq yandır be? Bu belə qaranlıq qalsın, həm də daha romantikdir. Dəli, sənin ürəyim sıxılır, dayan görüyorum. Onda şey tapam. Bu niyə yanmır? Xarab olur. Çox şey eləmə də. Bu danışır ki. Bu danışır da bu suni intellektdir bu. Təzə almışam. Sürpriz! Belədir canım. Sürpriz. Bunun adı nədir? Fika. Fika. İndi bu məndən buna sual versə bu cavab verəcək də mənə? Əlbəttə ki. Ay Fika,
Ərvin yalanını tutmaq istəsən, neyniyə bilərsən? Mənə bir ağıl ver görüm. Ümumiyyətlə həyat yoldaşı haqqında maraqlanmaq çox gözəl bir şeydir. Mən ancaq onu deyə bilərəm. Hə, fırlatmayın söhbəti. Cavab ver. Söhbəti fırlatmaq cümlədə bir neçə mənada işlədilir. Söhbəti fırlatmaq, təsbihi fırlatmaq, nəyisə fırlatmaq, onu fırlatmaq, bunu fırlatmaq. Ruslan! Ruslan! Həyatım. Bu nə danışır? Mənim suallarıma düzgün cavab vermir bu. Əsəbləşmə həyatım. Su intellekti belə cavab verir. Bilsəydim bu qədər əsəbləşəsən, bu qədər işə girişməzdim hemen. Əsəbləşərəm də. Yenə getmirsən, Çin mal alıb gətirmirsən evə. Hə, Çin mal almışam. Deyərdim, bir məsləhət eləyərdim, mən sənə normal bir yerdən deyərdim, deyib alardın da həyatım. Nərsən, tupoy başım, səndən heç məsləhətləşməmişəm. Mən bu tokunu çıxardım, elə atarıq gedəri yaxşısı. Möhkəm ol. Eşidirsən, deyirəm bu ev də boşdur. Nə əcəb sən o belə xəyanətkar dostları çağırmamısan evə? Xəyanətkar hansıdır ki? Deyir o şərəfsiz Rafiq var o şərəfsiz, onu deyirəm. Yox, Rafiq şərəfsiz deyil. Nətər şərəfsiz deyil, demirdin ki arvadına xəyanət eləyir. Mənə səs yazılarını, şəkilləri göstərmirdi. Rafiq xəyanət eləmiş Nigar bacıya. Mən indi öyrəndim, mənim xəbərim yox idi. Sən özün demirdin ki, Nigar bacının üzünə baxa bilmirəm, vicdan azabı çəkirəm, bugün sabah ona deyəcəm. Yox, sən yəqin səhv salır, səni başqa Rafiqdən səhv salsın, bizim Rafiq deyil o. Həyatım, sənin 2 dənə dostun var, biri Rafiq, biri də lox Fikrət. Fikrət lox deyil. Necə lox deyil? Fikrət loxdur. Demirdin ki, bəs otururuq, 19 manat hesab gəlir, hərəmiz də 20 manat hesab gəlir, 18 manatını o verir, hərəyə də bir-bir atışıb çıxırıq. Demirdim, elə şey olmayıb. Olmayıb elə şey. Olmuyor. Olmayıb, yox. Demirdin ki, qoy bankda zamin dursun, Fikrət, lox şeydir onsuz da. Ondan sonra da kredit zad ödəyən kimdir? Demirdin. Kim də o? Tut sənin üzünə. Axşamı xeyir bacı. Necəsən ay Fikrət qardaş? Nə var, nə yox? Sağ ol bacı, yaxşıyam. Sən nə tərsən? Yaxşıyamsa, yeni işin də xeyirli olsun. Nə işin bacı? Mən bilmirdim belə evlərə naşinik kimi gedirsən. O gün olsun restoranlarda lüstr kimi gedəsən. Eləmi? Rafiq, tapdılar bizi, çıx. Xəstəsənə sən. Öldü mü orada sənin üstündən? Səni tapdılar, bizi tapmadılar, məni nə çıxardırsan oradan? Tapmadılar səni. Yox, mən səndən orada döyülürəm, dözürəm bu əzablara. Heç qırıqım çıxmayıb mənim. Niyə mən bagaja qoyursan? Sən nə qədər qalmaq istəyirdin ki orada? Nə bilim. Bir dəqiqə dayın, siz nətər dostlarsınız, hə? Söz danışmadıq sizlə qabaqsa çıxmayardınız da. Bir də yanni. Oradan bir baxın görmək gicə oxşuyur ha. Gəldən baxaq. Yox. Mən bilmirdim ki, sərdə siz buradasınız. Biri uzanıb orada, bir başında naşniki tutub. Qarını naşnik olur, hə? Yox bacı, naçnik bədənli olur, muskulu olur, belə presləri olur. Mən nətər oynadım? Heç onun yeri idi. Bir dəqiqə deyəni, dostumuz, qardaşımız, pulqumun yoxdur sənin, yoxdur bu. Gedib hamısını qoymuşsan arvadının oğcuna. Tanmaz. Qulaq as, rast belə hər şeyi arvadına deyirsən. Bəs niyə demirsən ki, Gürcüstana niyə getmişdik? Gürcüstana sənin nənən ölmüşdü deyə getməmişdi bu. Mənim 4 dənə nənəm var, 4 də sağdır, 2-si o qeyd. Həyatım, mənə yalan deydilər, mən bilmirdim, bu alladıb mən aparıblar. Alladıb aparmışıq. Bəs onda o ikinci telefonda biz alladıb aldırmışıq sənə. Ruslan, sənin ikinci telefonun da var. Vallahi həyatım, mən bunlarla danışmaq üçün götürmüşəm o telefonu. Dostunla danışmaq üçün ikinci telefon götürmüsən sən. Məzələrsən sən məndən. Bəli, sənə görə. Mənə görə niyə? Mən neynəmişəm sənə?
Bəlkə sən suyunu əsi eləmişəm, yemini əsi eləmişəm, neynəmişəm, bütün günü başımın üstündəyəm, bütün günü yanındayam. Mənə niyə yalan danışırsan, hə? Bəs bütün problem də budur da elə. Mən bütün günümü səninlə keçirdirəm, heç bunlarla vaxt keçirə bilmirəm. Mən sən heç vaxt xəyanət eləməmişəm, sən mənə niyə güvənmirsən? Sən heç mənə xəyanət eləyə də bilmərsən. Orası elədir, düzdür, amma həyatım, sən mənə bu qədər sıxmasan, mən də sən yalan danışma vəziyyətində qalmaram da. Sən bilirsən, mənə xoşdur bu iki sümsüklə gizli-gizli görüşmək. Kimə deyirsən? Yaxşı gedirəm də pozmayayım mən sənə. yox. Mən niyə bir insan arvadı yatandan sonra dostları ilə danışmağa başlamalıdır? Cəmaət qatda arvad saxlayır, mən dost saxlayıram, Gör mənə hala salmısan. Yaxşı, Roşik, gəl yanıma. Gəlin. Gəl də gəl. Get də taxtaçın. Get. Yaxşı, belə görürəm ki, səhv məndədir. Bundan sonra sən heç nə deməyəcəm, qeyb dostlarına otura bilərsən. Doğru deyirsən? Hə, azadsan. Amma 9-da evdə ol. Yaxşı. Bir dəqiqə. 9-10 dəqiqə qal bax. 10 dəqiqə vaxtın var da. Qaçın!